Salam dostlar, bugünkü videoda Fizika 7-ci sinif DİM 2025 test kitabının cavablarını sizinlə paylaşacağım. Əgər bu kitabdan hazırlaşırsınızsa, düzgün cavabları yoxlamaq üçün və mövzuları daha yaxşı anlamaq üçün videonu sona qədər izləyin. Kanala abunə olmağı və videonu bəyənməyi unutmayın ki, yeni dərslər və test cavabları sizə vaxtında çatsın. Başlayaq. Fizika 7-ci sinif qiymətləndirmə tapşırıqlarının cavabları. Fiziki cəmiyyətlər və onların ölçülməsi. Menzurka ilə cismin həcmini, tərəzi ilə kütləsini ölçər. Sonra ρ bərabərdir m bölü v düsturu ilə sıxlığını hesablayar. Alınan qiymətin cədvəldən hansı maddəyə aid olduğunu müəyyən edər. A variantı üçün cavablar. Birinci sual D variantı, ikinci sual C variantı, üçüncü sual A variantı, dördüncü sual A variantı, beşinci sual Y variantı, altıncı sual 1 kilogram 590 qram cavabı uyğundur. 7-ci suala 3, 4 və 6 nömrəli cavablar uyğundur. 8-ci sual 1-ə B variantı uyğundur. 2-yə C variantı, 3-ə isə A və Y variantları uyğundur. 9-cu sualda mötərizə açırıq. 3,1 plus minus 0,5 mötərizə bağlanır santimetr. B variantı 1-də cavab Y-dir, 2-də cavab A-dır, 3-də cavab A-dır, 4-də cavab B-dir, 5-də cavab Y-dir. 6-cı sualda cavab 1 kilogram 350 qramdır. 7-ci sualda 2, 3 və 6 nömrəli cavablar uyğundur. 8-ci sualda 1-ə Y bəndi uyğundur, 2-yə C bəndi uyğundur, 3-ə D bəndi uyğundur. 9-cu sual mötərizə açırıq. 3,6 plus minus 0,5 mötərizə bağlanır, yanında santimetr yazılır. C variantı 1-ci sual B, 2-ci sual C, 3-cü sual A, 4-cü sual B, 5-ci sual C, 6-cı sual 680 qram, 7-ci sual 2, 3, 5 və 6 nömrəli cavablar uyğundur. 8-ci sual 1-ciyə B və Y variantları uyğundur. 2-ciyə A variantı uyğundur. 3-cüyə D variantı uyğundur. 9-cu sual mötərizə açırıq. 2,2 plus minus 0,5 santimetr. 0,5-dən sonra mötərizə bağlanılır, santimetr yanında yazılır. D variantı 1-ci sual Y-dir, 2-ci sual D, 3 A, 4 D, 5 C, 6-cı sualda cavab 340 qramdır. 7-ci sual 2, 3, 4 və 6 nömrəli cavablar uyğundur. 8-ci sual 1-ciyə C və Y bəndləri uyğundur. 2-ciyə B və D bəndləri uyğundur. 3-ə isə A bənd uyğundur. 9-cu sual 2,4 plus minus 0,5 mötərizə daxilində yazılır. Mötərizə xaricində isə santimetr yazılır. Bölmə 2. Düz xətli hərəkət. Trayektoriya, yol və yer dəyişmə. 1-ci sual D, 2-ci sual A, 3-cü sual A, 4-cü sual C, 5-ci sual D, 6-cı sual 2 və 3 nömrəli bəndlər, 7-ci sual 140, 8-ci sual 1-ci varianta A bəndi uyğundur, 2-ci varianta B bəndi uyğundur, 3-cü varianta Y bəndi uyğundur. 9-cu sual yer dəyişmə 38 metr, yol 50 metr. 10-cu sual 4 metr. Sürət 1 B, 2 Y, 3 C, 4 C, 5 Y. 6-cı sualda 3 və 5 nömrəli bəndlər uyğundur. 7-ci sualda 800 cavab olaraq. 8-ci sualda 1 C bəndi uyğundur. 2-ci varianta A və D bəndi uyğundur. 3-cü sualda B və Y bəndi uyğundur. 9-cu sual 7 saniyə və 28 metr cavab olaraq. 10-cu sualda isə yer dəyişməyə görə sürət 40 km/saat. Düz xətli bərabər sürətli hərəkət. 1Y, 2Y, 3D, 4C, 5D, 6-da 1 və 2 nömrəli bəndlər uyğundur. 7-ci sualda cavab 30-dur. 8-ci sualda 1-ciyə B bəndi uyğundur, 2-ciyə A bəndi uyğundur, 3-cüyə C bəndi uyğundur. 9-cu sualın cavabı 3 dəqiqə. 10-cu sualda cavab olaraq arabacıq düz xətli bərabər sürətli hərəkət edir. Yolun və yola görə sürətin qrafik təsviri. 1 B, 2 C, 3 B, 4 Y, 5 A. 6-cı sualda 2, 3 və 4-cü bəndlər uyğundur. 7-ci sualda
1,6 cavab olaraq. 8-ci sualda birinciyə B bəndi uyğundur, ikinciyə D bəndi, üçüncüyə C bəndi uyğundur. 9-cu sualda cavab 25-dir. 10-cu sualın cavabı isə S1 bərabərdir 4V0T0, S2 bərabərdir 3V0T0. Beləliklə, S1 S2-dən böyük olur. Düzxətli dəyişən sürətli hərəkət. 1B, 2A, 3C, 4A, 5B. 6-cı sualda 3 və 4 nömrəli bəndlər uyğundur. 7-ci sualın cavabı 36-dır. 8-ci sualda birinciyə B bəndi, ikinciyə D bəndi, üçüncüyə Y bəndi uyğundur. 9-cu sualda cavab 104 metrdir. 10-cu sualda cavab bərabər yavaşlayan 40 metr. 1Y, 2D, 3Y, 4C, 5A. 6-cı sualda 1 və 4 nömrəli bəndlər uyğundur. 7-ci sualda cavab 12-dir. 8-ci sualda 1-ə B, 2-yə C, 3-ə D bəndi uyğundur. 9-cu sualda cavab 16 cm-dir. 10-cu sualda cavab 1-dir. Orta sürət 1B, 2A, 3D, 4Y, 5Y. 6-cı sualda 1, 3 və 4 nömrəli bəndlər uyğundur. 7-ci sualda cavab 6-dır. 8-ci sualda birinciyə Y, ikinciyə C, üçüncüyə A bəndi uyğundur. 9-cuda cavab 60 km/saatdır. 10-cu sualda cavab ola bilər 5 saat. Bölmə 3. Əyərxətli hərəkət. Çevrə üzrə bərabər sürətli hərəkət. 1B, 2B, 3A, 4A, 5B. 6-da cavab 1-dir. 7-ci sualda 2 və 4. 8-ci sualda birinciyə B və C bəndi uyğundur. İkinciyə A və D bəndi uyğundur. 9-cu sualda cavab 6-dır. 10-cu sualda cavab 3-dür. Çevrə üzrə bərabər sürətli hərəkətdə sürət. 1A, 2C, 3A, 4D, 5D. 6-da cavab 3-dür. 7-də 1 və 3-cü nömrəli cavablar düzdür. 8-ci sualda birinciyə D, ikinciyə A, üçüncüyə B bəndi uyğundur. 9-cuda cavab 4-dür. 10-cu sualda cavab 1-dir. Periodik rəqsi hərəkət. 1Y, 2Y, 3A, 4A, 5B. 6-da cavab 50-dir. 7-ci sualda 1 və 4 nömrəli bəndlər düzgündür. 8-ci sualda birinciyə B bəndi uyğundur, ikinciyə A bəndi, üçüncüyə C bəndi uyğundur. 9-cu sualda 2000, 2,4, 40 və 2. 10-cu sualda cavab 0,4. Bölmə 4. Atomun quruluşu və ölçüsü. Atomun quruluşu, atomun ölçüsü. A variantı. 1B, 2A, 3A, 4D, 5Y. 6-da cavab 3680-dir. 7-də cavab 1 və 3-dür. 8-də birinciyə A və C bəndi uyğundur, ikinciyə D bəndi uyğundur, üçüncüyə B və Y bəndi uyğundur. 9-cu sualda cavab 3-dür. 10-cu sualda cavab atomun kütləsinin böyük hissəsi onun mərkəzində toplanmışdır və daxilində boşluq mövcuddur. B variantı. 1B, 2A, 3A, 4A, 5A. 6-da cavab 13824-dür. 7-ci sualda cavab 3 və 4-dür. 8-ci sualda birinciyə B, ikinciyə D və Y, üçüncüyə A və C bəndi uyğundur. 9-cu sualda cavab 2-dir. 10-cu sualın cavabı isə budur. Atomu təşkil edən zərrəciklər elektronlar, protonlar və neytronlardır. Elektronun yükü -1-dir. Protonun yükü müsbət 1 qəbul edilir. Neytron isə yüksüzdür. Elektron protonların sayı bərabər olduğundan atomun ümumi elektrik yükü 0-a bərabərdir. Birinci yarımil üzrə test tapşırıqları. A variantı. 1Y, 2B, 3A, 4C, 5A, 6C, 7A, 8C, 9C, 10D, 11A, 12A, 13-də cavab 3 və 4-dür, 14-də cavab 3-dür, 15-də cavab 10-dur, 16-da cavab 2 və 3-dür, 17-də birinciyə D, ikinciyə A, üçüncüyə B bəndi uyğundur.
18-də cavab A-ya həcmi ölçür, B-yə temperaturu ölçür, Z-yə uzunluğu ölçür kimi olacaq. 19-da cavab A. Mütləq xətası 2,5 milli, maksimal ölçmə həddi 250 millidir. B. Mütləq xətası 2,5 dərəcə Selsi, maksimal ölçmə həddi 40 dərəcə Selsi. C. Mütləq xətası 0,5 mm, maksimal ölçmə həddi 4 cm-dir. 20-də cavab A bəndində mötərizə açılır 65 plus minus 2,5 mötərizə bağlanır milli. B bəndində mötərizə açılır 20 plus minus 2,5 mötərizə bağlanır Selsi. B variantı 1Y, 2B, 3A, 4B, 5A, 6A, 7B, 8C, 9Y, 10B, 11D, 12C. 13-cü sualda cavab 3, 4 və 6-dır. 14-cü sualda cavab 74 metrdir. 15-ci sualda cavab 8,9 qram bölü santimetr kubudur. 16-da cavab 17-dir. 17-də cavab 1-yə A və D, 2-ciyə B, 3-cüyə C bəndi uyğundur. 18-ci sualda cavab menzurka və sıxlıq cədvəli. 19-cu sualda cavab n bərabərdir rho v-yə, o da bərabərdir 7,8 qram bölü santimetr kubu vurulsun 16 santimetr kubu. Bərabərdir 124,8 qram. 20-də cavab v mis bərabərdir m mis bölünsün rho misə, o da bərabərdir 124,8 bölünsün məxrəcdə 2 vurulsun 8,9. Təxmini bərabərdir 7 cm kubu. V al bərabərdir m al bölünsün məxrəcdə r al. Rho al bərabərdir 124,8 bölünsün məxrəcdə 2 vurulsun 2,7-yə. Təxmini bərabərdir 23 cm kubu. Bölmə 5 elektrik yükü, elektrik sahəsi. 5.1 cisimlərin elektrik yükü. 5.2 sürtünmə ilə elektriklənmə. 1A, 2A, 3B, 4D, 5A. 6-da cavab 1, 3-dür. 7-də cavab 22-dir. 8-də 1-ciyə A, 2-ciyə B, 3-cüyə Y bəndi uyğundur. 9-cuda cavab nüvə, elektron, proton, neytron. 10-cuda cavab ebonit çubuğu yun parçaya sürtdükdə ebonit çubuq mənfi, yun parça isə müsbət yüklənir. Çünki parçadan çubuğa elektronlar keçir. Ona görə cisimlər qiymətcə bərabər, işarəcə əks yüklənir. Q1 bərabərdir mənfi Q2. Onda Q bərabərdir Q1 plus Q2 bərabərdir 0-a. 5.3 elektroskop, 5.4 keçiricilər və dielektriklər. 1-də cavab A, 2-də cavab B, 3-də cavab B, 4-də cavab A, 5-də cavab A, 6-da cavab 2, 3 və 5-dir. 7-də cavab keçiricilər dielektrikdir. 8-cidə cavab 1-ə A, 2-yə Y, 3-ə isə 9-cu cavab D bəndi şəkildə görsəndiyi kimidir. 10-cuda cavab yun parçaya ebonit çubuğu sürtsək, bu zaman ebonit çubuq mənfi, yun parça isə müsbət yüklənir. Belə ki, elektronlar yun parçadan ebonit çubuğa keçir. 1-də cavab Y, 2-də cavab A, 3-də cavab B, 4-də cavab C, 5-də cavab A, 6-da cavab 1 və 3-dür. 7-cidə cavab 6 nanoklon, 8-cidə cavab 1-ə B, 2-yə C, 3-ə A-dır. 9-cuda cavab Y1 bərabərdir Y2-yə. 10-cuda cavab 1 və 2 yüklərin işarəsi müsbətdir. Q2 bərabərdir 5 Q1-ə. İnduksiya ilə elektriklənmə. 1A, 2B, 3A, 4D, 5D, 6A, 7B, 8D. 9-cuda cavab K mənfi, L müsbət, M mənfi, N neytral. 10-cuda isə cavab elektrik dövrəsi və dövrə elementləri. 6.1 elektrik dövrəsi və dövrə elementləri. 1 C, 2 Y, 3-də cavab qalvanik element, günəş bateriyası, elektronfon maşın, akkumulyator. 4-də cavab B, 5-də cavab A, 6-da cavab D, 7-də 1, 2, 4 uyğun cavab. 8-də 1-ciyə D və Y bəndi, 2-ciyə A və C bəndi, 3-cüyə isə B bəndi uyğundur. 9-cuda cavab şəkildə gördüyünüz kimidir. 10-cuda cavab distillə edilmiş suda sərbəst yük daşıyıcılar yoxdur. Ona görə əvvəlcə lampa yanır.
Sonra xoruk duzu tökdükdə dissosiasiya nəticəsində müsbət və mənfi yüklü ionlar yaranır. Ona görə elektrik cəryanı keçir. 6.2 elektrik cəryanı 1D 2A 3B 4A 5Y 6-da 1 və 4 7-də cavab 6-dır. 8-də 1-ciyə D, 2-ciyə A, 3-cüyə B və Y bəndi uyğundur. 9-da cavab A1 mənfi ampermetr xarab olar. 10-da cavab 4-dür. Gərginlik 6.4 Ohm qanunu 1C 2A 3B 4C 5A 6-da cavab 3 və 4 7-də cavab 1.8 8-cidə cavab 1-ə A 2-yə B 3-ə isə C və D bəndi uyğundur. 9-da cavab 4 amper 10-da cavab R2 R1-dən böyükdür. 6.5 naqilin müqaviməti nədən asılıdır? 1A 2D 3Y 4B 5D 4B 5D bunları səhv salmayaq. 6A 7-də cavab 1 3 5 8-də cavab 1-ə A və D 2-ciyə B və Y 3-ə isə C bəndi uyğundur. 9-da cavab material, həndəsi ölçü, temperatur cavabları uyğundur. 10-da cavab 32-dir. 6.6 naqillərin ardıcıl və paralel birləşdirilməsi 1A 2D 3C 4B 5A 6-da 1, 4 və 5 rəqəmləri uyğundur. 7-də cavab 30-dur. 8-də 1-ciyə B və D, 2-ciyə A, 3-cüyə isə C bəndi uyğundur. 9-da cavab 0.4 ohmdur. 10-da cavab 2 ohm, 4 ohm, 9 ohm və 8 ohm. Sabit maqnit və maqnit sahəsi 7.1 sabit maqnit 1C, 2B, 3C, 4B, 5Y, 6-da 2, 3 və 4 rəqəmləri uyğundur. 7-də 1.5, 8-də 1-ciyə C, 2-ciyə A və Y, 3-cüyə B və D bəndləri uyğundur. 9-da cavab 180-dır. 10-cunun cavabı. Cisimləri sıra ilə bir-birinə toxundurmaq lazımdır. Maqnit polad cismi cəzb edir. Mis cismi isə cəzb etmir. Bir-birini cəzb edən cisimlər maqnit və polad cisim, digər isə mis cisim olacaq. 7.2 Maqnit sahəsi 1C, 2A, 3Y, 4D, 5A, 6-da 1, 3 və 4-dür. 7-də cavab 100 qramdır. 8-cidə 1-ciyə D, 2-ciyə A, 3-cüyə C bəndləri uyğundur. 9-da cavab 1.5 2 maqniti tərsinə çevirdikdə o bir maqnitini cəzb edəcək. Çünki müxtəlif adlı qütblər bir-birini cəzb edir. Ondan ipə düşən gərilmə qüvvəsi artacaq və ikinci yarımil üzrə test tapşırıqları. A variantı 1C, 2A, 3A, 4Y, 5A, 6C, 7A, 8Y, 9C, 10B, 11C, 12B, 13-də 1 və 4, 14-də cavab 11-dir, 15-də cavab 10-dur, 16-da 2, 4 və 5-dir, 17-də 1-ciyə Y, 2-ciyə D, 3-cüyə A bəndi uyğundur. 18, 19 və 20-ci sualların cavabları isə burada qeyd olunur. B variantı 1A, 2B, 3C, 4Y, 5A, 6C, 7C, 8A, 9Y, 10A, 11Y, 12C, 13-də 1, 3 və 5-dir cavab, 14-də cavab 10-dur, 15-də cavab 5-dir, 16-da 1, 4 və 5-dir cavab, 17-də 1-ciyə C, 2-ciyə B, 3-cüyə D bəndləri uyğundur. 18-ci cavab. Lampanın yanması üçün mis və plastik çubuqları yeri dəyişməlidir. Çünki plastik çubuq dielektrik olduğundan elektrik cəryanı keçirmir. Voltmetrin göstərişi Ohm qanununa görə U lampa bərabərdir I vurulsun R lampaya. Bərabərdir 2 vur 6, o da bərabərdir 12 volt. 20-ci sualın cavabı. Dövrənin ümumi müqaviməti. R ümumi bərabərdir U böl I-yə. 36 böl 2 bərabərdir 18 ohma. Plastik çubuqdan cəryan keçmədiyindən lampa yanarkən ümumi müqavimət R ümumi bərabərdir R mis üstə gəlinsin R dəmir üstə gəlinsin R lampa. Onda 18 bərabərdir R mis plus R dəmir plus 6-ya. R mis plus R dəmir bərabərdir 12 ohm.